Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Bugün sizə bəxtin üzünə güldüyü 4 bürcdən danışacaq. Bu mövzu həm motivasiya edici, həm də maraqlı olacaq. Əgər sizdə öz bürcünüzün siyahıda olub-olmadığını öyrənmək istəyirsinizsə, diqqətlə dinləyin. Unutmayın ki, astrologiya həyatımıza istiqamət verə bilər, amma əsas qərarları yenə də biz özümüz veririk. Bugünün ilk bəxtəvər bürcü Şir bürcüdür. Şir bürcü bugün enerjili, özünə inamlı və diqqət mərkəzində olacaq. Ətrafınızdakı insanlar sizin gücünüzü və liderlik qabiliyyətinizi daha aydın hiss edəcəklər. İş həyatında gözlənilməz uğurlar, yeni təkliflər və ya müsbət xəbərlər ala bilərsiniz. Əgər uzun zamandır gözlədiyiniz bir məsələ varsa, bugün onunla bağlı irəliləyiş görmək ehtimalınız yüksəkdir. Maliyyə baxımından da vəziyyət sabitləşə bilər və kiçik də olsa qazanc əldə edə bilərsiniz. Bugün əsas məsləhət odur ki, özünüzə güvənin və fürsətləri qaçırmayın. İkinci bəxtəvər bürc tərəzidir. Tərəzi bürcü üçün bugün harmoniya və balans günüdür. Münasibətlərdə anlaşma, səmimiyyət və gözəl anlar ön planda olacaq. Əgər kimləsə aranızda inciklik varsa, bugün barışmaq üçün ideal zamandır. Eyni zamanda yeni tanışlıqlar da mümkündür və bu tanışlıqlar gələcəkdə sizin üçün önəmli rol oynaya bilər. İş və şəxsi həyat arasında balans qurmaq bugün sizin üçün daha asan olacaq. Daxili rahatlıq hiss edəcəksiniz və bu da qərarlarınıza müsbət təsir göstərəcək. Üçüncü bəxtəvər bürc Oxatandır. Oxatan bürcü üçün bugün şans və yeni imkanlarla doludur. Xüsusilə təhsil, səyahət və şəxsi inkişaf sahəsində müsbət hadisələr baş verə bilər. Əgər yeni bir şey öyrənmək və ya fərqli bir istiqamətə yönəlmək istəyirsinizsə, bugün doğru zamandır. Enerjiniz yüksək olacaq və motivasiyanız sizi irəli aparacaq. Qarşınıza çıxan imkanları dəyərləndirsəniz, yaxın gələcəkdə bunun faydasını görəcəksiniz. Risk etməkdən qorxmayın, amma düşünərək addım atan 4-cü bəxtəvər bürc balıqlardır. Balıq bürcü bugün intuisiya və daxili hissləri də ön plana çıxacaq. Hiss etdikləriniz sizi doğru istiqamətə yönəldə bilər. Yaradıcılıq qabiliyyətiniz artacaq və bu həm işdə, həm də şəxsi həyatınızda sizə kömək edəcək. Əgər sənət, musiqi və ya yazı ilə məşğulsunuzsa, bugün ilham dolu ola bilərsiniz. Eyni zamanda emosional olaraq da daha dərin və anlayışlı olacaqsınız. Bu münasibətlərinizə müsbət təsir göstərəcək. Ümumilikdə bugün Şir, Tərəzi, Oxatan və Balıq bürcləri üçün uğurlu və məhsuldar bir gündür. Amma unutmayın ki, ulduzlar yalnız istiqamət göstərir. Əsas uğur sizin düşüncələriniz, qərarlarınız və atdığınız addımlarla formalaşır. Hər bir gün yeni bir fürsətdir və bu fürsətləri dəyərləndirmək sizin əlinizdədir. Əgər videonu bəyəndinizsə, paylaşmağı və dəstək olmağı unutmayın. Ulduzların sizin üçün nə hazırladığını öyrənmək üçün bizi izləməyə davam edin.